Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Mən Yeganəm. Bugün sizlərlə bərabər yenə bir günlük vlog çəkirəm. Bugün yenə edəcəyimiz bir keşif vardı. Ondan sonrası nə olacaq bilmirəm. Mama ilə bugün Memar Əcəmiyə gedəcəyik. Çünki çanta məsələmizi həll eləməliyik. Mən yol üçün ikimiz də rahat çanta götürmək istəyirik ki, belə yəni biraz böyük çantada rahat olsun bizim üçün. O çantalara baxacağıq. Ondan sonra artıq günün davamı da sizinlə çəkəcəm. İndi mama gözəl tostlar hazırlayıb. Göstəreyim. İndi yeməyimi yeyim, çayımı içək. Sonra bərabər yuxarı qalxaq, bir yerdə kombin seçək və gedək. Bu qədər. Və sabah isə sizin üçün başqa vlog gələcək. O da çox gözəldir. Ondan sonra gələn vlog isə artıq Qarabağda olan vlog olacaq. Ümid edirəm ki, bəyənərsiniz. Bu arada bunu da qeyd edeyim ki, biz hardasa mən 8-9 yaşımda olarkən mama ilə bərabər onlar bütün Türkiyənin şəhərlərini, kəndlərini, hər yerini gəzmişik. Bu Kemerdən gətirdiyimiz bir belə deyək abajurdur. Hətta nə bilim Kapadokya, Antalya, İstanbul bu elə Kemerdəndir. Bir çox yerdən abajurlar gətirmişik. Sadəcə bəziləri qırılıbdı. İndi bunları qoymuşuq. Bəziləri burdadır. Divanın altında olanlar da vardı. Amma çox gözəldir. Məsələn, bunun balaca bir hissəsi burada qırılıbdır. Amma belə çox gözəl buluşu vardı. Belə canlı-canlılar. Diqqətlicə qoyun. Bunlar biz mama ilə hac ziyarətlərinə gedəndə gətirmişik. Məşhəddir, hansı ki məscidlərə gedəndə Iraqdır. Bu oradan gətirmişik, oradan almışıq. Məsələn, bu Eyüp Sultan məscididir. Bunu da Türkiyəyə gedəndə oradan almışdıq. Məsələn, bunlar Misirdən gəliblər. Belə Misir abajurləridir. Fironlar. Bu şəkildə. Hətta bunun çantası da var idi. Belə Misir çantası var idi. Bu arada mənim ən aktiv izləyicim mamamdır. Yəni telefonda baxmamız bəs deyilmiş kimi televizoru açıb burada da yenə baxırıq. İndi videoya baxaq, bitirək, sonra yuxarı çıxaq, bərabər hazırlaşaq. Bu arada mən geyindim. Bəli, belə çox sadə bir kombin elədim. Çünki mama məni aşağıda gözləyir, yəni tez çıxmalıyam. Belə deyib, makyaj elədim. Düzdür, hələ saçlarım suludur. Ancaq ümid edirəm ki, yolda gedə-gedə quruyarlar. Çünki qurutmağa vaxtım yoxdur. İndi gedirik, çanta alacağıq. Lakin mənim ağlımda elə də bir çanta modeli yoxdur. Biz uca çıxırıq. Yox, indi isə ucaya düşür aşağı. Ayaqqabılarımı geydim və çıxaq. Belə. Çıxırıq indi. Leo da götürdük. Leo. Gözlə həyatım. Bu da həyətə çıxmağı o qədər çox sevir ki. Biz ucaya çıxdıq, düşürük və gedək. Belə. İndi gəldik Memar Əcəmiyə. Memar Əcəmidən çantaya baxacağıq. Burada S2-nin yanında çox gözəl bir çantacı var. Elə həmişə qabağımıza çıxırdı. Gedirik ora baxmağa. Görək oradan çanta tapa biləcəyik. Mama Hermes çanta istəyir. İmeyni bu rəngdə. Bu rəngdə çanta istəyir. Onu tapmağa çalışırıq neçə gündür. İndi gedirik ora. Belə. Buranın yerini tapdıq. Çünki S2-nin qabağındaydıq. İndi gidək. Biz bu Hermes tapdıq. Bunu. Belələr də var. Ondan sonra burada digər rənglər də var. Bu şəkildə bunlar da. Əslində bu rəng də uyğundur. Baxın, bu rəng də qəşəngdir. Bu rəng biraz tünd rəngidir. O tamamilə açıqdır. Qəşəng, o da gözəldir. Deməli biz mamaya çantanı götürdük, amma bej rəngdə Hermes götürdük. Çünki öz rəngimdəkini bəyənmədim. İndi mənə çanta götürürük. Mən də seçə bilmirəm, çünki ağlımda bir model seçib gəlməmişdim. Bu dəqiqə bütün sumkalar gözümdə əladır.
Seçə bilmirəm hansı. Amma ağlımda yeni bir iki model qaldı. Əslində belə səyahət üçün, baxın, belə çantaları daha çox bəyənirəm. Göstərim. Belə. Bu məncə gözəldir, bu çanta gözəldir. İndi bir də ki, bir iki model də var. Onlara da baxıram. Görək. Mən bu ikisini seçdim. Bu ikisini çox bəyəndim. Amma biri belə bej rəngdədir, biri isə ağ rəngdədir, açıqdır. İndi bilmirəm bunun hansını götürüm. Biz artıq sumkalarımızı da götürdük. Çox gözəl. Mən götürdüyüm sumkanı çox bəyəndim. Amanki da gözəldir. Əslində biz bunun bu rəngdə Hermes adı ilə getmişdik. Sonra necə bej rəngdə götürdük bilmirəm. Orada da meni bu rəngdə olan var idi. Sadəcə ölçüsü çox böyükdür. Həddindən artıq çox böyükdür. Elə məncə bu rəng də gözəldir. Bu ölçüsü də daha yaxşıdır. Mən də elə sizə göstərdiyim çantanın bej rəngini götürdüm. Çünki dedim ki, demək olar əksər paltarım bej rəngdədir. Ona görə elə bej rəngi götürüm ki, daha yaxşı olsun. İndi gəldik aptekdəyik. Buradan bir-iki dərman alıb çıxacağıq. Ki, mama yolda baş ağrıyır, başı çox pis tutur, migreni var. Ona görə dərmanları da alıb çıxaq. İndi biz obadayıq, gəlib çatdıq artıq, evə gəlib çatdıq. Deyək, buradan da bir şey alaq, yuxarı qalxaq. Bugün də yorucu gün idi, yəni istivarı da deyə, çox yorucu gün idi. Canım, mən götürdüm bütün konfetləri yerə tuğulursa. Neyse, heç kim görmədən şey deyil. Bizim market sevdamız bitmir dostlar. Hara gelirsə gərək orada mağazinə girməliyik, mütləq şəkildə girməliyik. İndi buradayıq, bir bir şey alaq, evə qalxacağıq. Elə. İsti oldu deyə saçlarımı da yorum. Konfeti də tulladıq yeri. Gözdən götürüb qoyuruq. Bütün konfetləri tullamışıq belə. Kofelərimiz də ataq. Yolda iş fayda çıxacağıq. Deməli, artıq gəldi, evə çatdıq. Aldıqlarımızı yerləşdirdim, elədim. Sonra birdən belə üzümü götürdüm. Oturmuşam, indi videonu editləməyə çalışıram. Hər boş saniyə tapan kimi videonu editləyirəm. Çünki demək olar artıq 3 günün videosu qalıbdır. Hər gecə editləyəndə isə üstünə təzədən əlavə video olunur. Təzədən əlavə video çəkirəm, əlavə olur və hamısı da qalır. Ona görə hər boş vaxtım olan kimi videoları editləyirəm ki, tez bir zamanda artıq YouTube-a əlavə edeyim. Hələ ki, bu qədər. Deməli dostlar, biz bərabər axırıncı dəfə üzüm yeyirdik. Sonra nə ara mən hazırlaşdım, evdən çıxdım, özüm də bilmirəm. 2 saniyə məni tək buraxdınız, görün nələr oldu. Deməli, mənim babamın ad günüdür və bütün ailə fərdləri də ora yığışır. Tez taksini vurduq, 7 dəqiqə gördük, taksi gəlir, 7 dəqiqə hamımız hazırlaşdıq, çıxdıq. İndi gəldik aşağı məhəllədə gözləyirik, taksi gəlsin, sonra gedək. Belə. Buradan da çox da şey işıq vurur. Oy, salam. İndi taksidən düşdük, gəldik, belə bir mağazin var burada. Hər şey vardı içində. Burada babaya hədiyyə baxırıq ki, nə götürək. Şimdi onları seçirik. Belə şeylər vardı amma babam belə şeyləri vardı. Ona görə. Taksici daha çox gözəl daydı. Yol boyu ancaq söhbət elədik. Bir dənə aparat götürdük babaya. Sadəcə indi ona yoxlanışa verdik ki, görən aparat işləyir, yoxsa yox. Əgər işləyirsə, onu götürək və gedək. O qədər çox susam ki, dəhşət çox susam. Taksidə 7 dəqiqə gəldi. Tez aşağı düşməli olduqda. Su belə çevirmədim. Gəlib nənəgilə çay içmək istəyirəm. Sadəcə çay içəcəm. Biz artıq hədiyyə işini də tamamladıq. Hədiyyəni də aldıq, bufqa elədik. İndi gedirik nənəgilə. Orada gedəndə artıq videonun davamını çəkəcəm. Oraya gedib bircə çay içsəydim, çox susam. Işıq da çox gözəldir. Mən axırda gəldim, nənəgilə çatdım. Çayımı süzdüm, çikolatamı da əlimə aldım. İndi otururam, çayımı içeyim, biraz dincəleyim. Sonra aparıb sizə ördəkləri göstərəcəm. Çox şirin, belə ağappaq yeyilməli, dadlı ördəkləri var. Ördəkləri sizə göstərəcəm. Hələ ki oturmuşuq, çayımı içirəm. Bu arada mən çıxdım. İndi gedirəm arxa həyətə. Görün bizimkilər orada nə yeyir.
Salam. Neyinirsiniz? Geldim bura. Görüm mama dinleyinir. Kebab hazırlayırlar. Size ördəkləri də göstərəcəm. Gözəl heyətlər var. Ben de göstereceğim. Canım. Gelen gelmezler ya ama. Ay can çok şirindiler. Bir de iki tane gelin burada toyuqlar var. Bunlar toyuqlar deyəsən onları bağlayıblar deyə orada qalır hələ. Ama ördəklər də buradadılar. Da artıq kebablarımız, toyuqlarımız hazır olur. Bunlar da gözləyən hazır olsun. Yoksa sen de sever misin? Bir gün bir çılgınlığa gidip seni sevdiğimi söylesem alay edip güler misin? Yoksa sen de sever misin? Bu kadardı. Yeganeler ilk pahalı saatler. Bir dənə badımcan salatı hazırlayırlar artıq. Demək ki, bitibdi biraz. Biz yeməyimizi yedik. Başladıq un oynamağa. Başlayır, ortadan başladım. Tamam. 4, 5, Durmamızı- 6 tane oynuyoruz. 6 da al da. Ortadan koymuşum onu. Mənim sıramdır. Bir dakika beklik. Ben de koymadım onu koydum. Kim koydu bir dakika pazara? Ben. Kurban koydu. Bir şey diyeceğim. Eyni rəqəmdir, amma biri yaşlıdır, biri sarı qoya bilərəm. Rəqəmi yok. Eləsə. Yo, rəqəmi qoya bilər, rəngi yok. Yox, məsələn, şeydir, belə tərsinə çönməkdir, ona qalmadım. Hayır, onlar yok, onlar yok. Allah Eynisin sizi ben. kahretməsin, alın. Mən udum. Bilirəm. Onu demeyin. Mən udum kartları bitibdi. Bir şey diyeceğim. Ana. Bunların sesini Yoxdur. eşidirsiniz, çirkefdilər. Hamınızı paylaşacağız. Əlimdə bilsənəcəm, rəngarəng vardı, qoydum. Deməli, o da deməliydi, bir dənəsi qalmış. Axırda mən bitirdim. Mən qazandım. Siz məndən şey, çəkməyimi istifadə edib kartlarıma baxmırsınız. Sakallar. Qoyum indi ikisində. Yaşlısın. Koy da koy koy. Olsun. 5-5. Bu kampanyanı ikinci dəfə tutdum. Görürsünüz. Kampanya. Bəli. Yiyeceğim. Tamam. Mənim sıram bekleyin arkadaşlar. Blok attı burada. Blok. Aha 3 oyna. Mən üçüncü dəfədir qazanıram. Bəli. Üçüncü dəfədir bu qız qalib olur. Necə? Tamam, indi mənim sıramızı mən qoyuram. Mən də bir dəqiqə. Xəbəriniz olsun, apon qoyulanda bu bir dəfə çöndür. Artıq deməkdən yoruldum, amma onlar uduzmaqdan yorulmadılar. Dördüncü dəfədə uddum. Görəsən bu qoyacaq. Yoxdursa 2 kart götürəcək. Yoxum, təbii ki də Gör yoxundur. yoxumdur. Buyur. İçsin. Şükür. Mənim sıramda. Sensən. Göy. Amma arada deyil. O. Bəli, 5-ci dəfədir udmaqla mən qalib gəlirəm. Təbii ki də onlar əsəbləşlər çıxdılar, getdilər. Və mən 5-ci dəfədir qalib gəlirəm. Təbrik edirəm. Bayaq işığı söndürəndə elə demirdilər bax. Bəli, 5 dəfədir mən uddum. Hamısını uddum. Belə gözləmirdim. Bu qədər. Qurban, nə fikirləşirsən? Bu barədə heç nə fikirləşə bilmirəm. Uduzmağın barədə. Hamısı çığalbazlıqla. Evet. Bir belə. Deməli dostlar, biz artıq evdəyik, evə gəldik. Mən yuxarı qalxdım, paltarlarımı dəyişdim. Demək olar ki, hal-hazırda, yəni elə bu vaxtlar evə gəldik. Dedim ki, artıq videoya davam edə bilərəm. Sadəcə çıxana yaxın yadımdan çıxdı video çəkdiyim. Ona görə oraları çəkməmişəm. İndi evdəyik. Dəhşətlə çox yorğunam yəni. Bugün də elədiyimiz işlər yəni az değildi. İndi planşeti götürdüm. Bərabər şey eləyək. İqra oynayaq. Esma'nın bir iqrası var. Bu arada dostlar, Esma'nın Tokobokasını oynayırıq. Özü burada yoxdur hələ ki. Teşekkürler. Ben bakabilirim. Hı? Bakabilirim. Ya bak. Esma ile beraber Esma'nın Tokobokasını oynayırıq. Sen bak bu sesini dayandırmazsan. Ne basım? Ses dayanmadı axı. Yok her şey. Ağız serpeşmesi onu dayandırdım. Burada köşe kameralar var. Pazarlık denemek olur. Burada biz evimize bir kişi alaq. Bizim Yok. bilirsiniz ki market sevdamız var.
Mən sənin evdə yemək almıram. Öz evim, özüm üçün yemək alıram. Oo. Elə kartdan pul çıxardım. Bir amcı bunlardan alaq. Ananas qoyaq. Sonra bundan qoyaq. Deməli dostlar, gecə-gecə bir anda ağlımıza mağazinə getmək düşdü. Saat 11-dir ya da 12-dir bilmirəm, amma tez hazırlaşırıq, çıxaq gedək. Ondan sonra qaydaq. Nəysə mən geyindim. İndi isə çıxa bilərik. İndi düşürük aşağı. Qablarımızı geyinək, çıxaq. Leo. Leo burada nə edir? Özüm də bilmirəm. Hardadır Leo? Bir dənə Leo'ya baxım və gedək. Buradadır. Amma səni götürsün. Selam. Selam. Sen koyun pillekana git. Bak. Bye bye. Üstü başım tik oldu. Denen yegenler. Gece sənə lazım idi qara geyinən deməyindim. Yox, bir yere gedəndə belə dümdüz renk giyinsəm, müsas bir şey qucağıma almalıyım. Hə, biz indi gedirik. İnşallah mağazin açıq olar. Mənim həmişə favori və təriflədiyim Oba marketimiz. İnşallah bu dəfə açıq olar. Yəni keçən dəfə getmişdik, bağlı idi mağazin. Всё, kepçə saçlarımı dağıtdıq. İndi isə gəlib çatdıq. Bunları qoyuram bura. Bu arada biz artıq gəldik, çatdıq. İndi evdəyik. Otağa gedirəm. Paltolarımı dəyişim. Ondan sonra başlayaq bir yerdə hazırlayaq. Deməli, artıq pijamalarımı geyindim. Hazırıq. İndi aşağı düşəcək bir yerdə aldığımız şinatları yerləşdirək. Ondan sonra kofe hazırlayaq. İnşallah mama çaynikin altını yandırıbdı. Sonra isə ya aşağıda oturacaq ya da ki yuxarı qalxarıq. Bir yerdə planşetə götürək, kinoya baxarıq. Ya da televiziya baxarıq, nə bilim, bilmirəm. Hələ gedək görək. İndi düşürük aşağı. Bu arada hazırlayıb yuxarı qalxacaq. Çünki mama gəlib yuxarı qalxdı. Biz də aldığımız şeyləri hazırlayaq. Sonra yuxarı qalxaq. İndi giririk. Bura, kuxnyaya gedək. Bəli, mama çaynikin altını yandırıbdı. Kofe hazırlayaq. Sonra cipsləri paketdən açmayacağım. Elə o şəkildə də qalsın. Yenə kruasanları qabağa qoyum. Əslində bir iki şey demək istəyərdim. Belə popcorn falan patlatma falan, amma indi heç uğraşamam belə. Axıtım belə yoxdur. Yəni o dərəcədə. Normal belə şey eləməyəcəkdim. Gözəl belə popcorn falan yanında skuşonla və də kruasan falan hər şey belə hazırlayacaqdım. Amma heç axıtım belə yoxdur. Yəni bir dənə podnos götürək, hazırlayaq. Bəli. Sizi buradan alıram. Stəkan götürüm. Necə stəkan götürüm ki? Bunları götürdüm. Sizi də qoyun bura. Bir dəqiqə. Deyəsən, kofelər qonaq otağında qalıb. Bir dənə kofeləri də götürək. Bu qabın içindədir kofelər. Bunları buradan götürürük. Deyəsən, yuxarıda da olmalıdır. Mən niyə yuxarı baxmadım, bilmirəm. Bunları götürək və hazırlayaq. Telefonumun da 7% zatkası var imiş. İnşallah gör. 2 dənə belə Nescafe hazırlayım. Yoxsa bundan. Yoxsa Jacobs. Hatta bunun 3 dənədir. Bence biri karamelli olsun. Biri de ki belə bunları açırıq. Aşağıda dursaydık komedixanaya baxacaqdı. İndi yuxarı çıxaq, mən nə tapım, nəyə baxım mən. Bu arada yorumlarda görürəm ki, çoxunuz deyirsiniz ki, uzun vloglar gəlsin.
Əlimdən gəldiyi qədər inanın ki, uzun vlog çəkməyə çalışıram. Yəni sizlər üçün uzun vlog hazırlamağa çalışıram. İnşallah bu dəfəki vlogumda uzun vlog alındırmağa nail olacağam. Canım, gel. Gel bura. Böyle açık vəziyyətdə qoyun, yoxsa bu şəkildə qoyun. Bu arada bu o qədər dadlı kruasandır ki, yəni dəhşət dadlı kruasandır. Bunu burada qoymuşam, tam düşəcək. Çox dadlıdır. Mən kruasan xəstəsiyəm. Deyim olar ki, harda kruasan tapsam gördüm, alıb yeyirəm. Mən bu şəkildə qoyum. Açarıq da yuxarıda. Bir açmaq axıtım yoxdur. Bunları bu şəkildə qoyum. Bir belə qoyum. Nəysə, o kadar da değil. Biz mərifətli qızarıq. Mən belə qoymayacağam. Qaba qoyuram. O manada. Nəysə. İçində elə 5 dənə çıxdı. Bu kadardı. Bunu atırıq bura. Bunları da yuxarıda açarıq tək. Çok da umurumda. Biz popcorn aldıq. Lakin popcorn partlatma inanın ki axıtım yoxdur. Yəni bunlar bəsdir. Məncə bunlar kifayət qədər bəsdir. Bir də ki, mən kofe ilə skuşanka yeməyi çox xoşlayıram. Çox da dadlı olur. Aça bilmirəm. Bəlkə bunu götürüm. Yanında da bunun açmaq şeyini götürüm. Aparım mama açsın. Bilmirəm. Çox rezil oldu. Niyə belə oldu ki? Mən belki gözləmirdim. Mən bunu aça bilmirəm. İstəyəməncə bu qədər. Ne yapamam ki skuşanka? Sabah yiyeyim. Ya aça bilsəydim, açıb indi aparardım ama aça bilmirəm. Yuxarıda da 2 saat bundan əlləşənmərəm. Başqa nə yiyəcəkdim? Hə. Başqa da ki, cipsləri belə hazır şəkildə alıb aparacağım. Çaydanlıq qaynamağa yaxındır. Tam qaynamıyor ama qaynamağa yaxındır. Məncə belə təkə bilərik. Çünki qaynayır da onsuz da hal-hazır. 1-2 saniyə telefonumuz arkası bitəcək. O dərəcədə. Minnoş qaşığımıza baxın. Artıq popcorndan skuşanka gələn dəfəyə qalsın. Bizimlə deyirlər maalesef, eləndilər onlar. Çünki popcorn da partlat, elə falan, qazan çıxart. Yəni gecə-gecə, axşam-axşam. Həm də axşam-axşam popcorn yemək sağlığa ziyandır. Yəni fikrimcə elə olmalıdır. Bunlar çox sağlıqlıdırlar. Popcorn ziyan verəcək. Amma skuşanka aça bilsəydim yaxşı olar deyim. Sadəcə indi yuxarı çox açılmamış şeylər gedəcək. İndi bu da açılmayıb, onlar da açılmayıb, bu da açılmayıb da. Mamam deyəcək ki, niyə gətirmirsən? Nəysə. Bunlar belə. Oradan da elə cipsləri hazır şəkildə götürüb gedəm. Bir də bu ortalığı yığışdırım. Sonra mamam deməsin ki, ortalığı belə qoydu, gəldim. Buraları yığışdırım. Sonra sizlə bərabər yuxarı qalxarıq. Mən gətirdim artıq, hamısını qoydum. İndi isə öz videoma baxıram. Çünki demək olar ki, bu vloqa baxanların hamısı deyir ki, videonun biraz dəqiqəsi çox olsun yeganə. Yəni balaca qısa vloqlar çəkirsəm. Yəni bu problemi artıq gələcək videolarımda artıq həll etməyə çalışacağam. İndi isə baxıram, görüm hansı nüanslar var və nələri düzəltməliyəm. Digərinə baxdım, qurtardım. İndi birinciyə baxıram. Düzdür, dəfələrlə bu vloqlara baxmayaraq yenə hər saniyə baxıram ki, görən harda problemlər var. Deməli dostlar, bugün də dolu-dolu keçən günlərdən biri idi. Ümumiyyətlə mənim dolu keçən günlərdən çox xoşum gəlir. Yəni 2 saniyə evdə oturmaq istəmirəm. İstəyirəm ki, bütün saniyələrim dolu-dolu keçsin. Bugün bərabər bir yerdə hazırlaşdıq. Memar Əcəmiyə getdik, gözəl çanta aldıq. Ondan sonra ad gününə getdik. Onu oynadıq. Hamısında qalib olduq. Bəli. Dedilər ki, haqsızlıqla qazandın, amma heç nə olmaz. Əsas qazandıq. Sonra nə elədik? Videoda indi belə axşam bunları da çəkdim. Əslində çox yoruldum, nə yalan deyim, həqiqətən də yoruldum. Və hətta sabah da sizin üçün vlog çəkəcəm. Sabah Qarabağa getməzdən əvvəl
bir günümü çəkəcəm. Əslində Qarabağa getməzdən əvvəl yarım gün, yəni böyük ehtimal el olacaq. Bir də ki, yolculuq vlog kimi bir şey olacaq da ikisini belə eyni anda çəkib plan. Yəni belə bir şey planlayıram. Bilmirəm ki, el çəkəcəm yoxsa yox. Və Qarabağda vlog. İnanırsınız çox adam yazıb ki, Qarabağ vloqu nə vaxt gələcək, nə vaxt gələcək? Bəli, çox yaxındadır, artıq gələcək. Ya bu həftəyə, ya da ki, gələn həftəyə bilmirəm. Səhifələri izləməyə alın ki, görə biləsiniz. Onu da paylaşacağım. Əgər videonu bəyəndinizsə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sizləri sevirəm, öpürəm. Bay bay.